Bəzi insanlar düşünür ki, Ulu Tanrının işi gücü bitib, oturub bizi müşahidə edir. O izləyir kimin problemi var, kimin yaxşı güzaranı var, bir şeyləri kontrol edir. Sadəcə səmaya baxın, ulduzlara baxın, kainata baxın. Anlayın ki, necə böyük bir sistemdə, necə xırda bir məxluqsunuz. Və o ilahi qüvvənin həqiqətən də sizə xərcləyəcək vaxtı yoxdur. Onun qurduğu bu sistemdə qanunlar işləyir. Fizika qanunları, kimya qanunları, riyazi qanunlar. Və bu qanunlar əsasında sizin artıq frekansınız var ki, ona gedib çata bilər. Bumerang effekti ola bilər geri qayıdışında. Və bu o deməkdir ki, sənin əslində seçimlərindir sənin ətrafını formalaşdıran. Çünki sən Tanrının zərrəsisən. Sən Tanrının bir parçasısan ki, ətrafında formalaşdırdığın mühit də sənin seçimlərindir. Daha dərinə bu söhbətlərdə biz həftə sonu gedəcəyik. Canlı seminarımızda qatılanlar da istənilən bir kursumuzu pulsuz əldə edir. Link profilimdə yerlər çox az qalıb.